Əziz dostlar, salam. Demək, bugün inşallah Şəmkir turuna hazırlaşırıq, gedirik. Araz, Samir, bir də mən, üçümüz inşallah. 104 kilometrdən sonra şükür Allah Hacıqabul rayonuna çatdıq. Hacıqabulu keçmişəm, Kürdəmirə gedirik. 157 kilometrdən sonra Bakıdan Kürdəmirə gəlmişik. Kürdəmir istilərindən hamımız xəbəriniz var, deməyə ehtiyac yoxdur. Aşırı istiliyi var. Ağdaş rayonu. Samir, 251 kilometrine fikirləşsən. Yaxşı olacaq, bakansa. Nəhayət 278 kilometrdən sonra Yevlax rayonuna da çatdıq. ...300 kilometrdən sonra Goranboy rayonuna çatdıq. Artıq Bakıdan çıxdığımız 15 saatdir. 15 saatli yol gedirik. Elə bir axşam saat 1-dən çıxmışıq. Gəncədəyik. İşıqlarımız da bitib. Yəni 50 kilometrdə işıqsız getmək mümkündür, amma yox, gedə bilərik. Sadəcə fanarlar qorxuludur. Burada da maşınlar çox təhlükəli. İnşallah ki, sabah qət edəcəyik Allahın izni ilə. İnşallah yürüyüşümüzün davamını sabah seyr edirik inşallah. 351 kilometrdəyik. Gəncə. Axır ki, ümumi olaraq 33 saat, yəni Gəncədə bir gecə qalmaqla və normal yürüyüş isə 19 saat 41 dəqiqədən sonra Şəmkir rayonuna çatdıq. Əlhəmdülillah.